Ənvər Həsənovu itirdik. Kinomuzun daha bir səhifəsi artıq aramızda yoxdur. Qız xeylağına elə baxmaq olmaz ha. Yaxşı deyil. Necə? Pişik kimi martlamışdın onu. O cür ki qıza baxdın ha. Bax bu ölsün. Neynəsən hamısı boşa çıxacaq. Ənvər Həsənov deyəndə yəqin ki hamının ağlına Murad və Cəlal gəlir. Bu iki obraz onu tanıdan, sevdirən, unudulmaza çevirən iki əsas roldur. Kinomuzun tarixinə keçən başqa filmlərdə də onu görmüşük. Dərviş Parisi partladır, Babək və başqa bir çox filmimizin adını çəkmək olar. Ancaq sanki Ənvər Həsənov 1960-ların sonu, 1970-lərdəki parlaq Azərbaycan kinosunun bütün energetikasını özündə cəmləmişdi. Onun obrazları gəncliyin, təravətin, gələcəyə ümidin, idealist olmağın tərənnümü idi. Muradın oyunbazlığı, Cəlalın sevgisinə qəlbdən bağlılığı hələ illər sonra da xatırlanacaq və maraqla izlənəcək. İtirə-itirə gedirik. Cəlal demiş, ürəyimizi nişan al, Kələntər dayı. Ağrıdır axı. Ənvər Həsənovun ruhu şad olsun.